yeganə ziyarətgahdır, ziyarətnamədir. İmam Hüseyin əleyhissalamın ziyarətnaməsi. Baxın ziyarətnamələrə, mən ziyarətnamələrin barəsində 10 gecə danışmışam. Ziyarətnamələr hardan tapılıb, kim yazıb onları, nə mətləblər yazıblar orada, onları danışmışıq. Amma bu nüktə, bu mətləb bu gecəyə, bura aiddir, bu bəhsə. O da budur ki, baxın ziyarətnamələrdə heç birisində ləbbeyk yoxdur. Yeganə ziyarətnamədir İmam Hüseyin əleyhissalamın ziyarətnaməsi, ləbbeykə orada deyilir. Bu nə ləbbeykidir? O həlmin nasirin yənsurununun ləbbeyki bu gündə deyilir. O qiyamətə qədər qüvvədədir. Qəbul eləyənlər də qiyamətə qədər ləbbeyk deyirlər. Onun cavabıdır. O qüvvədədir, bu da onun cavabıdır. Və belə davam eləyir. Belə gedir. Ona görə də dedilər, kullu yevmin aşura və kullu ərzin Kərbəla. Bu cümlə oradan çıxdı. Oradan ki, Həzrət yolu açdı. Bu cümlə oradan